Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Sizlərin Mərdəkanda, Qala yolunda, yəni Mərdəkandan Qalaya gedən Şüvalan Qala yolu, necə deyim, Şüvalan Qala yolu düzdür, başqadır, ayrıdır. Amma mən sizə deyirəm, Bravo Market, Şüvalanın girəcəyi Qalaya gedən yol, mərkəzi yoldan 500 metrlik məsafədə. Sənəddə torpağın sotu 4,3 sot yazılıb. Kupçada. Evdə, hovuzda, demək olar ki, hamısı kupçanın üstündə inşa olunub. Amma həyət, torpaq çoxdur. 5,5 sotdan hətta 6 sota yaxın bir torpaqdır. Yaşıllıq zonasıdır, salınıb. Harada boşluq yer varsa, tam olaraq yaşıllıq əkilib. Hamısına, yəni tam et düzülməyib. Yaşıllığı demək olar ki, çoxdur həyətin. 2 mərtəbəli inşa olunub. Birinci mərtəbə bütöv olaraq monolit betonla, İkinci mərtəbə ara kəsmə monolit betonla və hətta ikinci mərtəbənin tavanı da bütöv olaraq monolit beton, sonra üstü apşifka olunub, sonra da dam örtüyü vurulub, profilnasil dəmir dam örtüyü vurulub. Evin ümumi görünüş hissəsi, fasad hissəsi belədir. Demək olar ki, çox üz tərəfdən tam belə şəffaf yox, rəngli şüşələrlə yığılıb, təmir olunub. Oradakı yataq otağın özünün eyvanı var. Bura hovuza baxan hissə mətbəxdir, sol tərəfdə qonaq otağıdır. İkinci mərtəbədə 3 yataq otağı, 2 sanitar qovşağı, birinci mərtəbədə mətbəx, qonaq otağı, sanitar qovşağı və pilləkənin altında kombi otağı yerləşir. Evin qiyməti bugünkü gündə start qiyməti 430 min manatdır, start başlanğıcdır. Sağ tərəfdə ümumi giriş qapısıdır, pultla təchiz olunub, sadəcə bu qapı sıyrılır, motorlandır, sıyrılır, sol tərəfə gedir. Bizdən duranda sol tərəfə gedir, açılır, maşın həyətə girir. Maşallah, həyətə maşın saxlamaq üçün parking sahəsi çoxdur. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı həyətin demək olar ki, ayaq hissəsində yerləşir. Burada bu kombi aparatı, sizlərə deyim, bu kombi aparatı bu söhbətgahın kombisidir. Yəni evin deyil, evin kombi aparatı evdədir. Pilləkənin altında yığılıb, oradadır. Bura söhbətgahdır, isti döşəmə, daxilində isə manqal və manqalın yanı bütöv olaraq sağ-sol hissəsi, hamısı dolablar yığılıb mətbəx üçün. Sol tərəfdə qaz sobasıdır, sağ tərəfdə su hövzəsidir, altı da hamısı dolablar yığılıb, təmir olunub. Düz bizi ilə üzbəüz, söhbətgahla üzbəüz, burada filtrli aşma hovuz yerləşir. Hovuzun enliyi 4 metrə, uzunu isə 8 metrə hovuzdur. Aşmadan əlavə olaraq, əziz izləyicilərimiz, burada bu aşmanın içərisində həm işığı, həm də 3 dənə fontanı var. 3 dənə fontan, aşma, işıqlı, bir də orada dəvə boynu, ev tərəfdən dəvə boynusu. Ümumi həyətində görüntüsü, görünüşü görürsünüz, işıqlandırması. Həm divarda, həm də yerdən işıqlandırması var. Tam deyirəm, monolit betonla inşa olunub. Evin hər tərəfinə fırlanmaq olur, keçmək olur, hasara birləşilməyib. Hər tərəfdə də maşallah sağ olsunlar, drenaj sistemləri çəkilib. Kupçalıdır. Torpağın da, evin də kupçası var. Həyətdə qaz, su, işıq, telefon, internet daimidir dövlət tərəfindən. Keçək evin daxilinə. Biz hal-hazırda evin daxilinə keçdik. Dəhliz. Qapını örtüm, küləkdir. Sonra vurar dalımızdan, yürünmədən. Böyük qapısı var. Maşallah, çox hündürdür. Düz tavana qədər olan dəmir seyf qapıdır, qapı yığılıb. Darvazanın düz qırağından bura qədər, bura damafon gəlir, ümumi dəhlizə. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Sol tərəfdə keçən kimi gəl, tanış olaq, qonaq otağıdır. Onu da sizlərə deyim, ikinci mərtəbəyə fikir vermədim, qalxmışdım. Amma birinci mərtəbə dəhliz, mətbəx, qonaq otağı, hamısı dartma tavandır. Dartma tavanla təmir olunub, yığılıb. Çöldən görüntüsü kimi bu, vitraj pəncərə birbaşa. Bu evin ən gözəlliyi bunun pəncərələridir. Vitraj olmağı böyük bir pəncərələridir. Ən gözəlliyi. Təmir indi ola bilər, kiminsə xoşuna gəlməsin. Təmir deyən şey o dizayn. O da məncə düzələn bir şeydir. Kağızlardır və yaxud da nəsə. Divarın içərisində dolab 60 santimdən enli olar. Dolablar yığılıb bura belə. Düz axıra qədər. Sol tərəfdə, sağ tərəfdə evə girən kimi mətbəx.
Mətbəx mebeli yığılıb. Yenə burada dartma tavandır mətbəx. Mətbəx mebeli burada qı şəklində qoyulub. Yəni Rusun qısı, belə deyim. Düz tavana qədər gedək. Birinci mərtəbə yenə deyirəm, qonaq otağı, mətbəx, ümumi sanitar qovşağı. Böyük ümumi sanitar qovşağı, daxilində duş kabinası, unitaz, moydadır. Əlavə də ki, yer var burada. Sonra pilləkənin altında evin kombisi yerləşir. Qapının ağzı belə. Evin kombisi burada yerləşir. Həyətdəki o sanitar qovşağında olan söhbətgahını idi. Qalxaq ikinci mərtəbəyə yapalım. Gəl. Mərmərdir. Mərmərlə yığılıb yerdə. Daş mərmərlə təmir olunub. Pilləkən qəfəsi hündürdür, maşallah. Çox genişdir. Bu pəncərələri inşallah gələcəyinə pərdə və yaxud da jalüzlə bağlamaq olar. Belə bir jalüzlə. İkinci mərtəbənin dəhlizidir. Dəhlizdən qalxan kimi ümumi sanitar qovşağı. Və 3 yataq otağı. Buyurun. Birinci yataq otağı. Bu ikinci yataq otağı ilə tanış olaq, Elvin. Daha burada düzdür. Sağ olsun operator. Yataq otaqlardan dartma tavanla təmir olunur. Yataq otaqlarda dartma tavan. Bunun ən gözəli məncə bu pəncərə çox qəşəngdir. Hə? Əladır. Valideyn yataq otağı burada yerləşir. Çünki daxilində yox. Bu valideyn yataq otağının həm eyvanı var, əziz izləyicilərimiz. Həm eyvanı var. Baxın. Sonra özünün daxilində sanitar qovşağı yerləşir. Sanitar qovşağından da əlavə olaraq qardirob otağı. Çox sağ olun dəyərli izləyicilərimiz. Bizi